Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən xanlıqlar dövrüdür. Bu günləri Şamaxı, Gəncə, Bakı və Lənkəran xanlıqları mövzusunu keçəcək. Azərbaycan ərazisində yaranmış xanlıqlardan biri də Şamaxı xanlığıdır. Azərbaycan ərazisində yaranmış iki dənə iki hakimiyyətli xanlıq mövcud olmuşdur. Biri Şamaxı, digəri isə Gəncə xanlığı olmuşdur. Şamaxı xanlığı Azərbaycan torpaqlarında yaranmış ən zəngin xanlıqdır. Dövrün səyyahları dövrün ən zəngin xanlığı kimi Şamaxı xanlığını qeyd edirlər. Kürd çayından şimal-şərqdəki torpaqlarda yaranmış xanlıqlar hansılardır? Şamaxı xanlığıdır, Quba xanlığıdır, Bakı xanlığıdır və Dərbənd xanlığıdır. Kürd çayından şimal-şərqdəki torpaqlarda yaranan xanlıqlardan biri də Şamaxı xanlığı idi. Hələ 1734-cü ildə Nadir xan tərəfindən Şamaxı şəhəri ələ keçirilmiş və bunun nəticəsində Şamaxı şəhərini dağıtmış və bir hissəsi Ağsuya köçürtmüşdü və bunun nəticəsində yeni Şamaxı yaranmışdı. 1747-ci ildə Nadir Şah Əfşarın ölümündən sonra Azərbaycan ərazisi xanlıqlara parçalandı. Və bunun parçalanması nəticəsində də Şamaxı ərazisində iki hakimiyyətlik yarandı. Həm yeni Şamaxıda, həm də köhnə Şamaxıda ayrı-ayrı xanlıqlar yaranmışdı. Köhnə Şamaxıda hakimiyyətdə Sərkarlar sülaləsindən olan Məhəmməd Səid xan və Ağası xan qardaşları tərəfindən yeni bir xanlıq yaradılmışdı. Həmçinin yeni Şamaxıda, Ağsuda isə Hacı Məhəmməd Əli xan tərəfindən bir xanlıq yaranmışdı. Şamaxı xanlığında iki hakimiyyətlik mövcududur. İki hakimiyyətlik eyni ərazidə, eyni zamanda iki hakim tərəfindən idarə edilməsidir. Şamaxı xanlığında iki hakimiyyətlik 1763-cü ilə qədər davam etmişdir. Şamaxı xanlığında iki hakimiyyətlik mövcud olması xanlığın tez-tez xarici hücumlara məruz qalmasına gətirib çıxardırdı. Bu da xanlığında qüvvələr nisbətinin parçalanmasına və xanlığın zəifləməsinə təsir göstərən amillərdən biridir. 1763-cü ildə Sərkarlar sülaləsindən olan Məhəmməd Səid xan yeni Şamaxını özünə tabe etdi və bunun nəticəsində Vahid Şamaxı xanlığı yarandı. Vahid Şamaxı xanlığının yaranması 1763-cü ilə aiddir. Vahid Şamaxı xanlığını bundan sonra tam şəkildə Sərkarlar sülaləsi tərəfindən idarə olunmağa başladı. Qubalı Fətəli xan Şamaxını öz xanlığının tərkibinə tabe etməyə çalışırdı və çalışırdı ki, öz xanlığının mərkəzini Şamaxı şəhərinə götürsün. Çünki Şamaxı Azərbaycanın şimal torpaqlarının mərkəzi idi, həm də uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olmuşdu. Həmçinin fikirləşirdi ki, Qubalı Fətəli xan Şamaxı ərazisini ələ keçirdikdən sonra Qarabağ və Şəki, daha sonra isə Azərbaycanın digər torpaqlarında rahatlıqla ələ keçirdə bilər. Ancaq Qubalı Fətəli xan Şəki hakimi Hüseyn xanla birlikdə 1767-ci ildə Şamaxı xanlığını öz arasında bölüşdürdü. 1768-ci ildə isə Şamaxı xanlığı tamamilə Quba tərəfindən işğal edildi. Və Qubalı Fətəli xanın ölümünə kimi Şamaxı xanlığı Quba xanlığından asılı halda olmuşdu. 1789-1792-ci illərdə Şamaxı xanlığında hakimiyyət uğrunda mübarizə dövrüdür. Bu hakimiyyət uğrunda gedən mübarizə nəticəsində Mustafa xan qalib gəldi və beləliklə Mustafa xan 1792-ci ildə hakimiyyətə tam şəkildə sahib oldu. Şamaxı xanı Mustafa xanın hakimiyyəti dövründə Şamaxı xanlığında sabitlik yarandı. Şamaxı xanlığında sabitliyin yaranması Şamaxı xanlığının iqtisadi və siyasi cəhətdən güclənməsinə də səbəb oldu. Və hətta 18-ci əsrin sonlarında Şamaxı xanlığı Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilmişdi. Hətta qonşu xanlıqlar da asılı hala salmağa çalışırdı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qaldı. 1797-ci ildə isə Qacarlardan asılı hala düşdü. 19-cu əsrin əvvəllərində Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlamışdı. İşğalçılıq siyasəti nəticəsində Rusiya bir sıra Azərbaycan torpaqlarını işğal etmişdi. Rusiya 1805-ci ildə Qarabağı, daha sonra Şəkini işğal etdi. Daha doğrusu iki tərəfli müqavilə bağlamaqla onlar asılı hala
saldı. Şamaxını da ələ keçirməyə çalışırdı, lakin Şamaxı xanı Mustafa xan bir müddət müqavimət göstərsə də 1805-ci ilin sonlarında Rusiya ilə iki tərəfli müqavilə imzalamaqla, daxili müstəqilliyi saxlamaqla xarici siyasətdə Rusiyadan asılı hala düşdü. 1820-ci ildə isə Şamaxı xanlığı ləğv edildi. Şamaxı xanlığı ləğv edildi və Şamaxı ərazisində komendant idarə üsulu yaradıldı. Azərbaycan torpaqlarında yaranmış iki hakimiyyətli xanlıqlardan biri də Gəncə xanlığıdır. Gəncə xanlığı da 1747-ci ildən 1804-cü ilə qədər mövcud olmuşdu. Gəncə xanlığı Qarabağ bəylərbəyliyinin ərazisində Azərbaycanda yaranan iki dənə xanlıq vardı. Biri Gəncə xanlığı idi, biri isə Qarabağ xanlığı idi. Gəncə şəhəri uzun müddət Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdu. Gəncə xanlığının əsasını Şahverdi xan Ziyadoğlu tərəfindən xanlığın əsası qoyulmuşdu. Gəncə xanlığı Qacarlar tayfasından olan Ziyadoğlular tərəfindən idarə olunurdu. Gəncə xanlığı Qarabağ və İrəvan xanlıqları ilə, Gürcüstanla, Qazax və Şəmşədi ilə sərhəddə yerləşirdi. Bax, sərhəd bölgələri hansılardır? Qarabağ idi, İrəvan idi, Gürcüstan, Qazax və Şəmşədi Gəncə xanlığının qonşuluğunda, sərhədində yerləşən ərazilərdir. Gəncə xanlığı Murovdağ silsiləsindən Kürd çayına kimi olan torpaqları əhatə edirdi. Gəncə xanlığı Gürcülərlə sərhəddə yerləşməsi tez-tez Gürcülərin bu əraziyə yürüşünə səbəb olurdu. 18-ci əsrin 50-ci illərində Kartli Kaxetiya çarı 2-ci İraqli Gəncə xanlığı ərazisinə yürüş etmişdi və bir müddət Gəncə xanlığı Kartli Kaxetiya çarlığından asılı hala düşmüşdü. Həmçinin bu dövrdə Gəncə xanlığı Qarabağ və Osmanlı imperiyası ilə isə diplomatik münasibətlər yaratmışdı. Osmanlı imperiyası ilə diplomatik əlaqə yaradan ilk Azərbaycan xanlıqlarından biri də Gəncə xanlığıdır. Gəncə xanı Şahverdi xan 1752-ci ildə Osmanlı imperiyasına nümayəndə heyəti göndərmişdi. Qarabağ xanlığı ilə diplomatik əlaqə yaratsa da sonrakı dövrdə ancaq Qarabağ xanlığı Kartli Kaxetiya çarlığı ilə, Gürcü çarlığı ilə əlaqəsi, dostluq əlaqəsi saxlayırdı. 1780-ci ildə Gürcü çarlığı və Qarabağ xanlığının birləşmiş qüvvələri Qarabağ xanlığı ərazisinə yürüş etdilər və bunu Gürcü və Qarabağ birləşmiş Gəncə xanlığı üzərinə yürüş etdilər və nəticədə 1780-ci ildə Gəncəni tutdular və bunun nəticəsində Gəncə xanlığında iki hakimiyyətli yaradıldı. Gəncə xanlığının ərazisi bunlar arasında bölüşdürdü. Lakin 1783-cü ildə xalq üsyanı baş verdi Gəncədə və bunun nəticəsində Gəncədə 1783-cü ildə iki hakimiyyətliyə son qoyuldu. Gəncə xanlığında 18-ci əsrin sonlarında hakimiyyətə gəlmişdi Cavad xan. Cavad xanın Gəncə xanlığında hakimiyyəti 1786-1804-cü illəri əhatə edirdi. Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığı gücləndi və qüdrətləndi və Azərbaycanın ən güclü xanlıqlarından birinə çevirməyə çalışırdı. Gəncəni həmçinin Gürcülərə qarşı mübarizə apararaq Azərbaycan torpaqları olan Qazax, Şəmşəddil və Borçalı ərazilərini Gürcülərin təsirindən azad etməyə çalışırdı. Gəncəli Cavad xanın bu siyasəti Rusiyanın da narazılığına səbəb olmuşdu. Çünki Rusiya tərəfindən 1801-ci ildə Qazax, Şəmşədil, Borçalı, Pəmbək əraziləri işğal edilmişdi. Rusların növbəti işğal hədəfi Gəncə xanlığı olmuşdu. Lakin o dövrdə Rus qoşunlarının baş komandanı olan Sisyanov bir neçə dəfə Cavad xana məktub göndərsə də Cavad xan tabi olmaqdan imtina etmişdi. 1804-cü ilin yanvarında Gəncə xanlığı Rusiya tərəfindən işğal edildi. Gəncə xanlığı Azərbaycanın şimal torpaqlarında ləğv edilmiş ilk xanlıqdır. 1804-cü ildə ləğv edildi. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. Hətta Gəncə adı işlədənlər cərimə edilirdi. Gəncə xanlığında pullar da kəsilmişdi. Abbasi və Şahı adlanan gümüş pullar da kəsilmişdi. Gəncə xanlığı ilə Şamaxı xanlığını birləşdirən oxşar xüsusiyyət hər ikisində müəyyən müddət iki hakimiyyətli mövcud olmuşdu. Növbəti xanlıq Bakı xanlığıdır. Bakı xanlığı da Bakı şəhəri və Abşeron yarımadasını əhatə edirdi. İqtisadi cəhətdən güclü olsa da, hərbi cəhətdən Bakı xanlığı zəif xanlığıdır. Bakı xanlığı da 1747-ci ildən 1806-cı ilə qədər mövcud olmuşdu. Bakı xanlığının əsası
1-ci Mirzə Məhəmməd xan tərəfindən əsası qoyulub. 1-ci Mirzə Məhəmməd xan 1747-1767-ci illərdə hakimiyyətdə olmuşdu. Xanlığın iqtisadiyyatında neft, duz, zəfəran istehsalı mühüm yer tuturdu və xanlığın əsas gəlir mənbələri bunlar idi. Bakı xanlığı 1-ci Mirzə Məhəmməd xan hakimiyyəti dövründə iqtisadiyyat dirçəlmiş, Bakı qalasını möhkəmləndirmişdi. Mirzə Məhəmməd xandan sonra hakimiyyətə Məlik Məhəmməd xan gəlmişdi. Məlik Məhəmməd xan 1767-1784-cü illərdə hakimiyyətdə olmuşdu. Məlik Məhəmməd xan hakimiyyəti dövründə Bakı xanlığı Quba xanlığının hücumuna məruz qaldı. Daha doğrusu Qubalı Fətəli xan nikah diplomatiyası vasitəsilə bacısı Xədicə Bikəni Məlik Məhəmmədə ərə verməklə bunlar arasında diplomatik əlaqələr yaratdı və beləliklə nikah diplomatiyası vasitəsilə Bakı xanlığı Quba xanlığından asılı hala düşmüşdü. Və 1789-cu ilə qədər Qubalı Fətəli xanın ölümünə qədər Bakı xanlığı Qubanın hakimiyyəti altında olmuşdu. Bir müddət 2-ci Mirzə Məhəmməd xan hakimiyyətdə olub, 1784-1791-ci illərdə hakimiyyətdə olub. Onun hakimiyyəti dövründə Fətəli xanın ölümündən sonra xanlıq müstəqillik qazandı. Lakin onun hakimiyyətinin sonlarına yaxın hakimiyyət uğrunda mübarizə baş verdi. Bu mübarizədə Hüseynqulu xan qalib gəldi və 1792-1806-cı illərdə hakimiyyətdə olmuşdu. Hüseynqulu xanın dövründə Bakı 2 dəfə Rusların hücumuna məruz qalmışdı. 1796-cı ildə Rus generalı Zubov Bakını işğal etmişdi. İkinci dəfə isə 1806-cı ildə Bakı xanlığı Ruslar tərəfindən işğal edilmişdi. Bakı xanlığı həmçinin bir müddət Qacarlardan da yürüşünə məruz qaldı və Qacarlardan asılı halda olmuşdu 1795-97-ci illərdə. Ərzində də Qacarların yürüşünə məruz qalmışdı. Həm birinci yürüşünə, həm də ikinci yürüşünə. 1806-cı ildə Rusiya tərəfindən işğal edildikdən sonra Bakı xanlığı ləğv edildi və Bakıda Ruslar tərəfindən komendant idarə üsulu yaradıldı. Azərbaycan torpaqlarında yaranmış xanlıqlardan biri də Lənkəran xanlığıdır. Lənkəran xanlığı indiki Azərbaycanın şimal torpaqlarının cənubunda yaranmışdı. Lənkəran xanlığı hələ Səfəvilər dövründən daxili müstəqilliyə malik idi. Səfəvilər nəsli tərəfindən idarə edilirdi. Səfəvilər nəslindən olan Nadir Şahın ölümündən sonra Səfəvilər nəslindən olan hələ Cəmaləddin Mirzəbəy xanlığı möhkəmləndirdi. Cəmaləddin Mirzəbəy 1747-ci ildən 1785-ci ilə qədər hakimiyyətdə olmuşdu. Cəmaləddin Mirzəbəy həm də Qaraxan adlandırırdılar. Xanlığın iqtisadi və ticarət mərkəzi Lənkəran şəhəri idi. Xanlığın iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tuturdu. Lənkəran xanlığı Xəzər dənizinin sahilində yerləşdiyi üçün əlverişli ticarət mövqeyinə malik idi. Qafqaz, Yaxın Şərq və Rusiya ilə ticarət əlaqələrinə malik idi. 1785-ci ildə Lənkəran xanlığı Quba xanlığından asılı hala düşmüşdü. Ancaq bu asılılıq cəmi 4 il davam etmişdi. 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra yenidən müstəqillik qazanmışdı. Lənkəran xanlığında Cəmaləddin Mirzəbəydən sonra hakimiyyətə Mir Mustafa xan gəlmişdi. Mir Mustafa xanın Lənkəran xanlığında hakimiyyəti 1786-1814-cü illəri əhatə edir. Onun hakimiyyəti dövründə Lənkəran xanlığı daha da möhkəmləndi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qaldı. Qacarın yürüşü zamanı əhalisinin bir hissəsini Sarı adasına köçürtmüşdü. 1802-ci ildə Georgievski müqaviləsi imzalandı. Georgievski müqaviləsini imzalayanlar kimlərdir? Georgievski müqaviləsi Qubadır, Lənkəran, Dağıstan hakimləri və Rusiya vasitəsilə ilə imzalanmışdı. Bir növ Rusların bu müqavilə ilə Lənkəran xanlığı Rusların vassal asılılığına salınırdı. Və beləliklə Georgievski müqaviləsinin əsasən həm də Xəzər dənizində gəmiçiliyin, ticarət əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutulurdu. 1813-cü ildə Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmiş, 1826-cı ildə isə xanlığın daxili müstəqilliyi də ləğv edilmişdi. Bu mövzu ilə bağlı bu qədər.